Herkese salam. Bugün sizlərə direktimə gələn maraqlı bir suallardan cavablandırmaq istəyərdim. Xanım yazır ki, doktor, mənim 2 uşağım var, ikisi də qızdır və mən hər dəfə oğlan istəyirəm və ginekoloqa müraciət elədim. Ginekoloq deyir ki, sənin yoldaşının Y xromosomları qaçıb. Və mənə sual verir xanım ki, doktor, belə bir şey mümkündür? Yəni, hansı şəraitdə işləyir həmin həkim, hansı düşüncədə düşünür, bilmirəm. Amma belə bir şey mümkün deyil. Bütün hüceyrələrimizdə 46 xromosom var. Hüceyrəmizin nüvəsində 46 xromosom var. Bu xromosomlardan 44-ü autosom, ikisi isə xanımlarda XX formasında, kişilərdə isə XY formasındadır. Yəni Y xromosomu hüceyrənin içərisində heç bir yerə qaça bilmir.